Hər vaxtınız xeyir olsun. Bugün sizə Xırdalan şəhərində 119 nömrəli marşrutun axırıncı dayanacağından gördüyünüz kimi böyük belə bir mülk çəkib təqdim etməyə gəlmişim. İki qapısı var dəyərli izləyicilər. Burada kiçik qapısı, böyük qapısı. Buradan başlayıb həyət hissədir. Beton monolitli, baxın. Xodu ayrıblar. Baxın belə pilləkənlərdən qaldırıb. Bu hissə həyət hissədir, ev aiddir gördüyünüz. Baxın, belə bir həyət hissə var. Beton monolitdir, qoşadaşla tikilib, şəxsi tikilib. Buradan koridor hissədir gördüyünüz kimi. Baxın, daxil oluruq. Geniş belə bir mansard hissə. Həyət buradan çox gözəl görünüşü var. Baxın, çox geniş belə bir mansard hissədir. Böyük zal. İkinci mərtəbədə geniş hamam sanitar qovşağı var. Burada evin, baxın, belə bir geniş hamam sanitar qovşağı var. Şəxsi tikilidir. Bura ev sahibi tərəfindən vaxtı ilə 400 manata kirayə verilib. Baxın, belə bir otaq var. Çölə pəncərəsi. Həyətə baxır. Həyətə baxır. Bu həyət də evə aiddir, gördüyünüz bu həyət. Növbəti ikinci, belə bir üçüncü otaq daha doğrusu burada. Baxın, çölə pəncərəsi var. Mansard hissədir, geniş zal. Böyük bir zal, mansard hissə. İki otaq, hamam sanuzi. Koridor hissə, dəyərli izləyicilər. Baxın, içində əşyaları da var. Vaxtı ilə bura kirayə verilibdir. Daxil oluruq, bura dəyərli izləyicilər, həyət hissi. Baxın, belə bir geniş həyəti var. İlk öncə onu qeyd edeyim ki, burada yatırım məqsəddə var. Baxın, gördüyünüz ikinci mərtəbə burada, yuxarıda. Ara kəsilibdir, zabordan kəsilibdir ara. İkinci mərtəbəni alan adam bağça kimi də istifadə edə bilər. Tədris mərkəzi kimi istifadə edə bilər. Və yaxud da ki, alan adam yatırım məqsədi ilə alar, buranı kirayə verər. Həm özü yaşayar burada, xodu ayrıdır buradan. Görürsünüz, zabor çəkilibdir. Ayrı qapısı var, orada kiçik ayrı qapısı var. Al yuxarını ya bağça kimi ver, ya hazırlıq kursu kimi alıb məsəl üçün istifadə etmək olar. Baxın, belə bir zirzəmisi də var, padval hissədir. Quru belə bir padval hissədir. Qurudur, görürsünüzmü? Çünki şəxsi tikilidir evimiz. Belə bir həyətində böyük bir tut ağacı var, su çəni var. Mərkəzi kanalizasiya sistemidir, qazı, suyu, işığı. Baxın, bütün xəttləri hamısı təchiz olunubdur. Buradan daxil oluruq. Evin koridor hissəsidir. 5 pilləkən yuxarı koridor hissədir. Geniş koridoru var. Çox gözəl bir proyektdir. Hündür tavanı, şəxsi tikilidir. Bütün otaqlar genişdir. Baxın, burada koridor hissədən mətbəx hissə burada. Belə bir mətbəx hissə var, pəncərə həyətə baxır. Geniş, çox böyük həcmli evdir. Böyük kvadrat evdir. Sonra burada zal hissədir. Baxın, belə bir zal hissə var. Geniş işıqlı həyətə baxır. Zal hissə hündür tavanı, lüstür. Baxın, belə bir işıqlı otaqdır. Burada göstərəcəm indi sizə. Deməli, kənardan pilləkənlə xod ayrıdır. Buradan da var. Sadəcə ev sahibi buranı bağlayıb. Baxın, bu hissədən də ikinci mərtəbəyə qalxmaq olur. Baxın, bu hamam sanitar qovşaq həm yuxarıda var idi, həm də aşağıda. Geniş hamam sanitar qovşağı var. Yəni, həm yuxarıda var hamam sanitar qovşağı, həm aşağıda var. Belə bir yataq otağına daxil oluruq buradan. Belə gördüyünüz kimi hündür tavandır. Normal kvadrat otaqdır. Bir yataq otağıdır. Artıq əşyaları yığmaq üçün belə bir kiçik yer də qoyulubdur. Ev sahibi öz əşyalarını yığır. Yəni, burada belə bir hissə var, koridor hissədə. Baxın, digər üçüncü yataq otağıdır. Belə bir yataq otağıdır. Ev sahibi özü tikib özü üçün. İndi məlumatları sonda verəcəm sizə. Deməli, dəyərli izləyicilər, 119 saylı nəqliyyat vasitəsi evin yaxınlığından keçir.
Buradan keçir 119 saylı qaz, su, işıq mərkəzi kanalizasiya sistemidir. Qeyd elədiyim kimi, buranı alıb ailə özü yaşasın, 2 ailə üçün uyğundur. İkinci mərtəbədən xod ayrılıb, ikinci mərtəbədə də bağça eləmək üçün, tədris mərkəzi eləmək üçün 400 manata kirayə vermək üçün uyğundur. Mərkəzi kanalizasiya sistemidir, qaz, su, işıq kommunal daxildir. Ən əsası alıcıların istədiyi paket kupçadır. Həm torpağın, həm evin kupçası var, xüsusi mülkiyyətdir, dövlət ipotekasından yararlıdır. 2 mərtəbəli 6 otaqlı evdir, 240 kvadratdır evin sahəsi, qiyməti 127 min manatdır. Real alıcıya cüzi endirim olacaq, yəni danışmaq lazımdır real alıcı ilə. Nömrə ilə, qeyd olunan nömrə ilə əlaqə saxlayıb, digər bu gözəl 2 mərtəbəli həyət evimiz barəsində məlumat ala bilərsiniz. Xırdalan şəhərində ev almaq, satmaq istəyən şəxslər buyurub bizlə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə sağ olun.